Uşaqlar 9-cu sual maraqlıdır. Baxaq həllinə. Funksiyanın simmetri oxu x bərabərdir -6-dır deyir. Düz xəttdə olduğuna görə a neçədir? A-nı bizdən soruşur. Baxın, simmetri yoxu deyəndə, yəni x-in x0-a bərabər olduğu. Baxın, koordinat oxunda göstərirəm. Tutalım parabola. Baxın, simmetri yoxu hansıdır? Bu çəkdiyim xətt, yəni x bərabərdir x0. Burada bir x0 deyək. Bu alınan xətt, deməli, rəngini düzəldək, baxın. Bu alınan qırmızı ilə göstərdiyim xətt simmetri yoxudur. İndi məqsəd nədir? Burada x0 dedik, düzdür? x0-ın düsturu bəs hansıydı? -b/2a. Bundan istifadə etsəm və buradan a-nı, b-ni, c-ni təyin etsəm, ifadənin həllini tapa bilərəm. A bizdə neçədir? 2-dir. B bizdə, deməli, B bizdə, yəni bu x ikinci həddin əmsalı. Yəni bu bizdə neçədir? -3a minus 3-dür. Vurub açdım birbaşa deyək. C də bizdə -6-dır. Burada C yoxdur ki. Ona deməli C-ni istifadə etməyək. Bizə lazımdır bunlar. Aha. Və təbii ki, x0. Bizdə x0 lazımdır axı. O da bizdə var. Yəni, gətirib burada üstürdən istifadə etsəm, -6 bərabərdir. -b. Mənfiyə vursam 3a plus 3 bölünsün 2a. A 2'dir. 2a yəni 2 vur 2, 4. Çarpaz vursam -24 bərabərdir 3a plus 3. 3'ü digər tərəfə atsam çıxılacaq. Yəni olacaq -27 bərabərdir 3a. A buradan olacaq -9. Əla sual idi.